Ya Allah, hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Şəxsi ev axtarırdınız abi. Sizlərə həmin o şəxsi evi tapmışam. Özü də ki, qiymətindən nə az, nə çox. 12.000 manat endirim olunan. Belə bir gözəl həyət evidir. Həyətindən maşallah olsunuz, nə istəsəz, nə ağacı istəsəz var. Yəni bütün bar verən ağaclardan, dekorativ ağaclardan, üzüm tənəyinə kimi, ağ şarnisinə kimi var. Göz haqqınızı halal edin, dəyərli izləyicilərimiz. İnşallah ki, gəlin, bu evə sahib olun. Yəni, həyətində doğrudan da çox gözəl meyvələri var. Qarpızından tutmuş, əzgili, alması, gilası, hər bir ağacına kimi var. Evimiz şəxsi evdir, 4 sotdadır. Masazır qəsəbəsində prospekt yoldan, mərkəzdən 100 metr arası heç olmaz. 100 metr maksimum məsafədə yerləşir. Şəxsi tikili, çox gözəl, çox böyük bir evdir. Kupçalı evdir, ən əsası kupçalı evdir. Bura evimizin qaraj hissəsidir. Baxın, qarajın baş hissəsində əlavə bir köməkçi otağı var. İstəsəz, qarajın sahəsini böyüdə bilərsiniz, ara kəsməni ləğv edərsiniz. Həyətə də rahat şəkildə bir neçə avtomobil daxil ola bilir. Qazı, suyu, işığı, kanalizasiyası hamısı var. Bu evimizin alt hissəsidir. Burada köməkçi otaqları var. Buranı istəsəz, yəni ayrıca kirayə də verə bilərsiniz. Yəni ayrıca bir zalı var, ayrıca bir yataq otağı var, mətbəxi var. Bura evə aidiyyatı yoxdur, girişi ayrıdır və ayrıca bir sanuzeli var. Bura evin alt hissəsidir, yəni uduşdur da belə desək. 2 ailə də rahat yaşaya bilər, alt hissəsini kirayə də verə bilərsiniz. Əsas yaşayış hissəsi yuxarıdadır. Və gəlin bura mən sizə həyətyanı sahəsini də göstərim. Bir daha da göstərim sizə həyətyanı sahəsini. Həyəti doğrudan da çox superdir. Belə həyət evi bu qiymətə çox çətindir. 4 sotda, şəxsi tikili, nəhəng evdir, kupçalı evdir. Yoldan 100 metr məsafədə. Masazırda kontakt homla üzbəüz küçədədir. Yəni çökək yer deyil, su qalan yer deyil, yaxşı yerdir. Həyət də ki, bax, belə bir gözəl bağ sahəsi var. Əlavə istəsəz həyəti yenə artıra bilərsiniz. Ev sahibinin orada 2 otaqlı evi də var. Yəni qiymətdə razılaşsaz onu da götürərsiniz. Çox gözəl təklifdir və qiymət. Qiyməti əvvəlki videolara baxsaz 137.000 manatla çəkmişdi. İndi isə qiyməti endirilib 125.000 manata və razılaşma da olacaq, yəni güclü endirim olmayacaq, şirinlik olacaq. Elə bir qiymətdir ki, Masazırda yola bu cürünə yaxın belə şəxsi ev yoxdur. Gəlin qalxaq 2-ci mərtəbəyə. 2, 4, 6, hardasa 8, 16 daş kürsüdə evdir, hörmətli izləyicilərimiz. Bu evimizin belə bir bağlanmış bir balkon hissəsidir. Bura koridor kimi istifadə olunur. Koridorun baş hissəsində evin sanuzelidir. Çox gözəl, yeni təmirdən çıxmış sanuzeli var. Təmir səliqəlidir, şəxsi təmirli bir evdir və ərazi də hündürdür. Məhəmməd, pəncərədən də çək. O binalar Gənclər Şəhərciyinin binasıdır. Yəni Gənclər Şəhərciyinə də çıxışı rahat yerdədir. Masazırda prospekt yola bir daha da qeyd edirəm. Bunun qədər yaxın ikinci belə bir ev yoxdur. Və evimizin qonaq otağı, nəhəng, çox böyük bir qonaq otağı var. Qonaq otağın genişliyini ətraflı çək, Məhəmməd. Gəl buradan ətraflı çək qonaq otağın genişliyini. Tavanı taxta apşıqadır. Döşəməsi polluq taxtadır. Burada yerləşir evimizin mətbəxi. Mətbəx də yaxşı, bahalı mətbəx mebildir. Gözəl, baxın, burada mətbəx mebildir. Burada isə evimizin yerləşir yataq otağı. Hər bir yataq otağı genişdir. Bu genişlikdə ev indiki dövrdə, zəmanədə tapmaq çox çətindir bu qiymətə. Və növbəti yataq otağı, baxın, növbəti yataq otağı. Ümumilikdə evimiz deməli 3 yataq otağı, mətbəx, sanuzel, zal və aşağı hissədə də 2-3 otağımız var. Çox böyük evdir, əla təklifdir. Üzüm də bayaqdan əlimdədir, bal kimi üzümdür, maşallah olsun, çox gözəl, əladır. Burası evimizin sonuncu kiçik yataq otağıdır. Yaxınlaş Məhəmməd, bütün otaqlara kombi xəttləri çəkilir. Evimizin qiyməti, bir daha da qeyd edəcəm, 125.000 manata endirilib, sənət də kupçadır. Sağ olun, salamat qalın.